insanın yaxını olur, arxası olur. Biz atadan onsuz da yetim idik. Qardaşdan da yetim qaldıq. Aprelin 27'si evladımın nişan şirinisidir. Qardaşı gözüm axtarır. Yaşında da ayrı. Həmişə deyir ki, mən heç nəydən qorxmuram. Polad Həkim yox kimi oğlanlar getdi də həyatdan. Sizin hər birinizin ad günlərində təbrik edirdik də yəqin. Həmişə mənə bir danışıb, sonra biri də danışıb, ondan sonra şəhid oldu. Biz bilmirdik, yəni ki, Polad da gedəndə elə bir şey 10 yerin axtardı. Elə bir o da elə gəlsin bizim yanımıza. toyların nəzərlikdə elə səvlər biz arxamızı itirmişik. Atamızdan sonra Nəcəfova Minayə Yadigar qızı, Kəlbiyev Telmanın bacısıyam. Telman deyərdim ki, həqiqətən kişiliyə xas olan nə xüsusiyyətlər varsa Telmanda var idi. Telman mərd idi. Mərdanə də döyüşdü. Qismətində şəhidlik var idi, şəhidliyə də ucaldı. Telman bizim sevincimiz idi. Telman bizim sevincimizi aparıb. Atamızdan sonra təsəvvürlə Telman bizi eləsə belə yerlə göy qədər sıxıb. Telmanı biz çox sürdük. Həddən artıq çox. Telman bizi üçün əziz idi. O 7 bacıdan sonra gəlmişdi. Baxmayaraq mən 4-cü bacı olmuşam. Telman bizim balaca da olsa bir-birimizlə məsafəmiz eləsə 2 yaş olubdu. Telman gözəl uşaq olubdu. Işıltaq uşaq olub. Biraz da böyüyəndən sonra təsəvvür ilə evimizin təmiz sevinci olubdu. Telman zəhmətkeş, əli qabarlı olubdu, ailəyə baxan olubdu, ailə canlı olubdu. Telman biraz böyüyəndən sonra evdə şeydə çox qalmazdı. Ancaq qaçardı, uşaqlarla çöldə bayırda oynayardı. Sonra da biraz atam 10 yaşı olardı, atama infaq keçirdi. Telman zəhmətkeş olduğuna görə biz özümüz də çölə yata gedirdik, halığa gedirdik, pambığa gedirdik, bacılarımızla yığılırdıq, gedirdik. Telman da biraz böyüyəndən sonra bir 12 yaşı olanda taydidi özümdə. Bir də görürdün, qabaqları palatka toyları olurdu da, biraz tum alırdı, aparırdı, toxuna qırağında otururdu, uşaqlarına satırdılar. Evə eləsə bilə çörək pulu gətirirdi. Ondan sonra məktəbi bitirib qutarandan sonra oxumadı. Oxumadı, gördü, dedi, kim oxutduracaq mənə? Atam infarkt, anam işləməyən, bacılarım zəhmətkeş. Yəni ki, öz ayağımın üstündə durmaq üçün çalışmalıyam, evə çörəyi mən gətirməliyəm. Çox yerdə işlədi, çox yerdə zəhmət çəkdi. Üşüşə dükanından tutmuş pişmə dükanınacan. Çox yerlərdə işlədi. Elə oldu ki, sonralıqca da 22 yaşı olanda da ailə qurdu. Ailə qurandan biraz da sonra çalışdı ki, istədi ki, hərbiyə gitsin. Hərbiyə getdi. Telman axırıncı dəfə gələndə 2020-ci ilin sentyabrın 27-sində müharibə başlamamışdan qabağı avqust ayında Telman gəlmişdi Bankaya. Ailəsinin, uşaqlarını gətirmişdi. Sentyabrda döyüş olacağını biz bilmirdik. Mən heç bilməmişəm. Orasını da deyə bilərəm ki, mən şəxsən özüm bilməmişəm. Oktyabrın 7-sində bacım mənə zəng atdı ki, bacı,
Telmandan xəbər ala bilmirik. Oktyabrın 1-də danışan olmuşuq. İkisindən zəng çatmır. Telmanın da zəngi yoxdur bizə. Bir gün 7-sidir. Dedim, bacı, sən mənə hədiyyə verirsən? Dedi, yox bacı. Həqiqi mənasında Telmana zəng çatmır. Dedim, elə bir günən ki, mən elə ikisi günü ürəyimə danmışdı. Telmanın şəklinin üstündə çox dayandım mən. Dedi ki, bacı, müharibə gedirdi. Telman da müharibədə olub. Dedim, heç mənə bildirmədiniz müharibə olduğu. Dedi, heç kəsə bildirmirdi. Telman bankaya gələndə də heç kəsə bildirmədi ki, müharibə olacaq. Telmanın çox adamlar, ondan sonra elə çox məlumatlar eşidirdik ki, şəhidlərimiz var. Şəhidlərimiz var deyəndə deyirdim ki, Telman şəhid ola bilməz. Çünki Telman bizi arxasız qoya bilməz. Telmana bizim çox ehtiyacımız var. İndi də var. Təsəvvür eləyinən ki, çox yerlərə əl atdılar. Çox yerlərə, bacılarım çox yerə əl atdılar. Nazirliyə neçə dəfə getdilər. Dedilər ki, itkinlər siyahısında yoxdur, şəhidlər arasında yoxdur. Xəstəxanaların hər yerini gəzdilər. Xəstəxanalarda elə bir insan yoxdur. Bu insanlar niyə bəs zəng yoxdur? Bizə ağır gələn oldu. Çox yerə əl atandan sonra çox insanlar deyirdi ki, şəhid olubdur. Deyirdi, şəhid olubsa şəhidlərin içində olsun, itkinlərin siyahısında olsun. Deyirdilər ki, bilinmir də, bəlkə hansısa xəstəxanadadır. Çox yer araşdırdıq. Xəbər deyən olmadı. Dekabrın 6-sında dostları eləsə bir video tapmışdı. Mən də Mamagildə idim, buradaydım. Bir də videosunu gördüm. Dedi ki, bacı, bu videoya bir də bax ki, gör oradakı Telmana oxşuyur oradakı oğlan. O videoya bax ki, gör günə Telmana oxşuyur. Mən baxan kimi insan canlı olanda gözlər qırışır. Cansız olanda isə üz siması solğun dayanır. Dostu dedi ki, bacı odur. Dedim ki, bacı o tanıdı. O Telmandı. Dedi ki, yox. Telmanın qaşları çatılır, yığılır. Dedim, yox. Siması soğuqdu deyə. Cansızdılar da ona görə. Eləncə idi. Dedi ki, yenə də o videoya baxandan sonra özümə pis təsirlədi. Ocağa can qondurmurdum ki, Telman şəhid olubdu. Həmişə də deyirdilər ki, az şəhiddir. Deyirdim ki, yox. Telman ola bilsin hardasa gizlənib. Olur da, deyir, dağlıq yerdə, çünki Murov dağının yüksəkliyində olar. Murov dağını almışdılar. Murov dağından sonra nə oldusa ondan sonra oldu. Telmanın eləsə belə dekabrın 6-sında o videosundan görəndən sonra zəng gəldi ki, bizə Telmanı eləsə belə tapıblar. 18-də bir yerdə. Onların eləsə bir dəstəsi idi, Telmangilin dəstəsi idi. 18 uşaqları bir yerdə alçaqlar. Onları bir yerə eləsə belə yığmışdılar. 18 eləsə belə dekabrın 26-sına 18 nəfəri bir gün eləsə belə onları analizdən keçirirlər, hər bir şey götürülmüşdü o görə. Eləsə belə dekabrın 26-sı bizə xəbər verdilər ki, 25 axşam xəbər versə, 26-sı Şəhidüzü Gəncədən gəlib, Gəncə morqundan götürə bilərsiniz. Həqiqətən yenə də Telmanı o videosunu görəndən sonra mən inandım ki, həqiqətən Telman şəhid olubdu. Nə deyim, Telman haqqında nə deyə biləm? Telman bir dəqiqə eləsə belə arxamız idi də, dayağımız idi. Telman bir dəqiqə bizə, mənə o qədər lazımdır ki, evladım üçün xeyir eləyəcəm, Telman yoxdur. Bacı üçün ən ağırdır. Çünki ağır bir dərddir. İnsanın yaxını olur, arxası olur.
Biz atadan onsuz da yetim idik. Kardeşten de yetim kaldık. Aprelin 27'si evladımın nişan şirinisi de kardeşi gözüm aktarır.